bir nəfər gəldi İmam Cəfər-i Sadiq əleyhissalamın yanına, dedi, ey Peyğəmbər övladı, gecələr də namaz qılıram, gündüzlər də. Amma qəlbimdə bir şək şübhə var ki, görəsən Allah mənim bu qədər etdiyim ibadətləri qəbul eləyir, yoxsa yox. İmam əleyhissalam gözəl bir cavab verdi. Elə bir cavab ki, qiyamətə qədər yaşayacaq bütün möminlərə bir düsturdur. Həzrət buyurdu ki, bax əməllərinə. Əgər sənin əməllərin Qur'anın hökmlərinə uyğundursa, deməli sənin namazın qəbuldur. Çünki Allah deyir, namazı qıl, sizi qorusun pislikdən. Yox, əgər qıldığın o namazlardan sonra xoşa gəlməz işlərlə məşğulsansa, deməli sənin qıldığın namazların bir faydası yoxdur.